Salam, hamınızı xoş gördük. Bugün ot çərşənbəsidir. Novruzun ikinci çərşənbəsidir. Çərşənbəniz mübarək olsun. Ocağınız daim odlu, alovlu olsun. Qazanınız qaynasın ocağınızda. Ruziniz bol, bərəkətli olsun. Biz odlar yurdunda yaşayırıq. Odlu, alovlu insanların məkanıdır Azərbaycan. Ot çərşənbəsi eləcə də bizim xalqımız üçün çox müqəddəsdir. Digər çərşənbələri qeyd etməsək də mütləq ot çərşənbəsini qeyd eləyirik. Bugün hər kəs öz evində qazan asır, plov dəmləyir. İndi Allahın olanından kim nə hazırlayırsa hazırlayır, süfrə vəzirik. Bütün ailə süfrə başına yığılır. Ən əsası da tonqal qalayırıq. Mütləq çərşənbədə, ot çərşənbəsində tonqal qalamaq lazımdır və yaxud da ki, süfrəyə şam düzürük. Bəziləri deyir ki, ot çərşənbəsi bizə aid deyil, biz müsəlmanıq. Düzdür, müsəlmanıq. Dinimiz İslamdır, tək olan Allaha inanırıq. Amma milli mənsubiyyətimizi də, soy kökümüzü də unuda bilmərik. Bu bayram bizim əsrlərin daş yaddaşından gələn bayramımızdır. Yəni, qoruyub saxladığımız, göz bəbəyimiz kimi qoruduğumuz bir bayramdır. Bunu elə ənənəsi ilə yerinə yetirməliyik ki, gənc nəsillər də bunu unutmasınlar. Və ən əsası da bu çərşənbədən olaraq artıq Novruz üçün səməni qoyacaqsınızsa, elə o çərşənbəsindən başlayırıq səməni qoymağa. Mən bir səməni üçün bir stakan buğda götürürəm, təmizləyirəm və indi bugündən olaraq Novruz bayramı üçün səmənini hazırlayıram. Buğdanı təmizləyib soyuq suda tökmək lazımdır və 3 gün suda saxlayıram. 3 gündən sonra onu bir təmiz pambıq dəsmalın arasında və yaxud da ki, tənzifin arasında 3 gündə həmən dəsmalın arasında cücərdirəm. Otaq temperaturunda hər gün onu sulamaq lazımdır və yaxud da ki, elə həmin pambıq parça ilə, torba ilə birlikdə axar suyun altında saxlayırıq, suyu süzülür, yenidən həmən qabında 3 gün isti bir şəraitdə otaqda saxlamaq lazımdır. Və 3 gündən sonra artıq cücərmiş buğdalarımızı nimçiyə düzə bilərsiniz. Səmənini nədə hazırlamaq istəyirsinizsə, elə onda hazırlaya bilərsiniz. Artıq plovun suyu qaynayır. İndi düzdür, günortadır. Günortadan axşam üçün yeməkləri hazırlamaq lazımdır. Artıq çərşənbə süfrəsinə hazırlıq gedir. Bütün ailə masa başında toplaşır. Artıq hava qaralmaq üzrədir və tonqalımızı hazırlayırıq yavaş-yavaş. Ot çərşənbəsinin tonqalı nə qədər gür yanarsa, ilimiz o qədər xeyirli, bərəkətli, ruzulu olar. Gün o gün olsun ki, belə bir tonqalı Qarabağda alınan torpaqlarımızda qalayaq. Xalqımıza sülh, əmin-amanlıq arzulayıram. Allah cəmi bütün əskər balaları sağ-salamat eləsin. Hamısı salamat evlərinə gəlsin.